Gələcək başa dönüm ki, sənə bir dənə ev tapmışam ki, köhnə qiymətlə düz xırdalanıb 5 saylı məktəbin yanında. 5 saylı məktəb evin düz yanındadır. Piyada 1 dəqiqə 5 saylı məktəbdəsən. Həyətə maşın daxil olur, 2 mərtəbə, 4 otaq, sənəd kupça. Kupçası hazır. Gəl. Ev yerdən 3 daş kürsülüdür. Nəzərinizə çatdırıram ki, bazarda 85 minə kupçalı ev qalmayıb. İndiki qiymətdə 95 mindən başlayır. Gəl. Son bir ev. Ondan o tərəfə yoxdur. Deməli, evin əsas giriş hissəsi buradır. Gəl bura. Geniş bir dənə evin qonaq otağı. Tez lampoçkaları yanıb buranın. Bilər, qaranlıq düşə bilər. Burada evin mətbəxi çox geniş daha mətbəxi. Həddindən artıq. Sadəcə dediyim kimi lampoçkalar yanıb qaranlıq düşür. Burada hamam ayağı olsun. Birinci və ikinci mərtəbələrdə hamam ayağı var. Burada da qladovkadır. İndi isə qalxaq evi ikinci mərtəbəsinə mən sizə göstərib tez gəlin. Hada gecikməyin. İkinci mərtəbə qalxan kimi hamam sanuzel. Kupça. Əsas odur ki, kupcalıdır. Burada evin bir yataq otağı. Keç göstər. Qoşadaş, kupça, sənəti, zadı hər şey qaydasındadır. Hazır köçəşə bir vəziyyətdədir. Yəni, əşyalarını götür, gəl yaşa. Yaxşı bir vəziyyətdədir. Burada da evin sonuncu otağı, bu otağı deyirlər valideyn otağı. Çünki ən böyük otaq budur. Uşaq otağı, bir dənə yataq otağı, 3 yataq otağı, bir mətbəx, bir dənə də ki, qonaq otağı. 2 dənə də sanuzel, bir də qladovka. Ümumi 2 mərtəbə, 4 otaq. 85 min manat. Burada da balkonu var. Bax, göstər balkonda. Müəllim, zəhmət olmasa. Hə. Satış qiyməti 85 min manat. Real alsansa gəl yerində baxaq, danışaq, razılaşaq. Sağ olun.